insan bəzən boş-boş danışsa belə, bir 20 dəqiqə o mövzu danışandan sonra baxsan bir dənə ideya da oradan gəlir, danışığın sonunda gəlir. Yazı da elə bir şeydir. Yazın. Yazmağa heç nəyiniz yoxdur. Yazın ki, mənim yazmağa heç nəyim yoxdur. Yazın, mənim yazmağa heç nəyim yoxdur. Mən yazma. O nəsə gələcək, o sizin 15 dəqiqə yazmağınız gün ərzində ən azı stresinizə kömək eləyir. Amma həyat inkişafınıza, özünüzü tanımağa, biz özümüzü tanımırıq heç vaxt. Və mən deyərdim ki, dahiyanə fikirlərinizə kömək eləyəcək. Bunu Einsteinlə Da Vinci və başqaları başa düşüb də. Belə götürək. Siz bilirsiniz, Einsteinin dəftərlərində hamısı super ideyalardır. Einsteinin siz qeydlərinə baxın, nə qədər düstur səhvləri var. Axırda deyir ki, İngiliscə bullshit də, yəni zibili çıxdı da, bu səhvdir. Deyirlər Einsteinin ən böyük səhvidir. O səhv olmasaydı, təsəvvürün o səhvi beynində görsəydi, çıxıb gələcəkdi. Amma orada gördü, sonra gəlib baxır ki, burada səhvdir, belə eləmək lazımdır. Yəni bütün dahilərdə bu var. Çünki onlar başa düşürlər ki, insan beyni yaddaş üçün yaranmayıb. Bunu Plutarx deyib, gör neçə əsr qabaq. Burada ancaq qələmlə yazmaq lazımdır da, yəni kompüterdə yazı o effekti verməz. Kompüterdə yazının böyük ehtimal ki, effekti ondan aşağıdır.